Əgər yaşınız 40 yaşından aşağıdırsa və hansı səhmi alım deyə baş sındırmaqdan da yorulmusunuzsa, bu video sizin üçün qızıl qədər dəyərli olacaq. Tək-tək şirkət axtarıb riskə girməkdənsə, gəlin səbəti bütöv götürək. Uzun müddətli portföy üçün ən məşhur 4 ETF-i, yəni yatırım fondunu təqdim edəcəm. VTI. Bunu almaqla siz demək olar ki, Amerikanın bütün birjasına, həm nəhənglərinə, həm də yeni açılan şirkətlərinə, ümumilikdə hardasa 3500 şirkətə ortaq olmuş olursunuz. Yəni ki, Amerika iqtisadiyyatı böyüdükcə siz də qazanırsınız. İkincisi, VOO. Bu Amerikanın ən güclü 500 şirkətini əhatə edir. Warren Buffett'ın ən sevimli seçimidir. Apple, Microsoft kimi nəhənglərin hamısı buradadır. Üçüncüsü, QQQN. Bu səbət mən texnologiyaya və gələcəyə inanıram deyənlər üçündür. Nasdaqın ən güclü 100 şirkəti Google, Tesla, Microsoft biraz daha oynaqdır, risklidir, amma böyümə potensialı da yüksəkdir. Dördüncüsü ACWI. Bununla siz təkcə ABŞ-yə yox, inkişaf etməkdə olan ölkələr də daxil olmaqla bütün dünya iqtisadiyyatına yatırım etmiş olursunuz. İndi sual verəcəksiniz. Bəs bunları hardan almaq olar? Bir bank investi açır və axtarışa VOO yazırsınız. Budur, həmin ETF də qarşınızdadır. Minlərlə şirkətə bir kliklə yatırım etmək bu qədər sadədir. Amma dostlar, qızıl qaydanı unutmuruq ha. Bu videoda danışdıqlarım yatırım tövsiyəsi deyil. Məqsədimiz sadəcə dünyada məşhur olan bu maliyyə alətlərini sizə də tanıtmaqdır. Siz araşdırmanızı eləyin və qərarınızı da özünüz verin. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun və salamat qalın.